Gəlin sizinlə birlikdə biraz keçmişə gedək. 2019-cu il. Nə xatırlayırsınız? Həyat necə idi sizcə? Zaman keçirdiyiniz insanlar, etdiyiniz söhbətlər, getdiyiniz yerlər, məkanlar, hiss etdikləriniz və daha çoxu. Bunlar yadınızdadırmı? Bəlkə də bir çoxumuz üçün düşünmək biraz çətin oldu. Ya da ağlımıza gələn şeylər digər illərlə nisbətən daha az oldu. Bir çox insan 2019-cu ildən sonra zamanın çox sürətləndiyini deyir. Əvvəllər sanki hər şeyi daha yavaş yaşayardıq. Elə bil o zamanlar daha səssiz, daha xoş və daha az monoton idi. Bəlkə də bir çoxumuz belə hiss edirik. Baxmayaraq ki, bu mövzunun kökündəki reallıq daha fərqlidir. Biz insanlar bu mövzunu 2019-dan sonra həyat daha pis oldu və ya daha sürətli keçdi kimi başlıqlar ilə sosial mediada paylaşılan videolar vasitəsilə daha emosional etmişik. Əslində zamanın sürətlənməsi sadəcə subyektiv bir hissdir. Bizi bu hissə sürükləyən bir neçə əsas faktor var. Bunlardan biri monotonluğun artmasıdır. 2019-cu ildən sonra dünya böyük bir dönüş nöqtəsinə qədəm qoydu. Pandemiya, karantina, texnologiyanın həyatımıza daha da nüfuz etməsi və rəqəmsal dünyaya olan asılılığımızın artması bizi fərqli bir həyata alışdırdı. Karantinada evdə olub hər gün onlayn dərsə qoşulmaq, yemək yemək, yatmaq, Netflix izləmək kimi şeylər, bunlar bizi monoton həyata daha da alışdırdı. Bizim xarici dünya ilə əlaqəmizi zəiflətdi. Nəticədə biz artıq hər şeydən həvəssiz olduq. Fikir verin ki, əvvəllər diqqətimiz indiki qədər yayınmazdı. Amma indi bir işə tam fokus olmaq asan deyil. Karantin dönemində sadəcə evə həbs olduğumuz üçün doğru düzgün bir şey etməz idik, daha doğrusu edə bilmirdik. Dünyada olan bəlkə də 8 milyar insanın çox böyük hissəsi artıq hissizləşib, həvəssizləşib, tənbəlləşib və ən əsası fikri yayınıb. Vəziyyət belə olduğu zaman monoton həyat tərzi sürən, hər gün eyni şey edən bizlər heç nədən xəbərdar olmuruq və beləliklə daha rahat idarə olunuruq. Monoton həyat tərzi isə zamanın sürətli keçdiyi hissini yaradır. Artıq fikir vermisinizsə, hər səhər oyanıb dərsə getmək, sonra evə gəlib yemək yemək, eyni məşğuliyyətlərlə məşğul olmaq, Instagram, TikTokda saatlarımızı xərcləyib, sonra da yatmaq elə hiss etdirir ki, zaman sürətli keçir. Elə hiss etdirir ki, günlər, aylar, bəlkə də illər daha sürətli keçir. Əvvəllər etdiyimiz sadə gündəlik fəaliyyətlər, küçədə gəzmək, dostlarla küçədə oturmaq, yeni yerlər kəşf etmək sanki bir qədər azalaraq rutinə çevrildi. Rutin isə beynimizdə zamanın daha sürətli keçdiyi illüziyasını yaradır. Bundan başqa yaşartdıqca zamanın daha tez keçdiyini hiss edirik. Uşaq olanda hər il yeni təcrübələrlə dolu olur, çünki biz hər şeyi ilk dəfə yaşayırıq. Uşaq vaxtı həyatı yeni anlayırdıq deyə zaman bizə maraqlı gəlirdi. Lakin böyüdükcə həyat təkrar olmağa başlayır. Həftələr, aylar bir-birini təkrarladıqca beynimiz yeni və fərqli xatirələr yaratmır. Nəticədə zamanın necə keçdiyini belə hiss etmirik. Digər bir səbəb isə informasiya bolluğudur. Sosial media və internet bizi həmişə yeniliklərlə, məlumatlarla yükləyir. Hər gün yüzlərlə post, xəbər, video görürük və bu informasiya axını beynimizə daha çox şey yaşadıq illüziyasını verir. Beynimiz yüklənir, bu cür şeylər ilə kukla kimi idarə edilir, biz isə zaman sürətli keçir deyirik. Əslində isə vaxt həmişə kimi davam edir. Sadəcə biz onu fərqli hiss edirik. Amma burada daha dərin bir həqiqət var. Biz əslində dəyişməyə müqavimət göstəririk. 2019-cu ilə qədərki həyatımıza o qədər alışmışdıq ki, indi hər şey fərqli olduğu üçün sanki normal bir şeylər əksikmiş kimi hiss edirik. Bəlkə də bu nostaljinin bizə oynadığı bir oyundur. İnsan təbiəti olaraq keçmişi daha yaxşı, daha gözəl xatırlayırıq. Amma əslində 2019-cu ildə də insanlar problemlər yaşayırdı. Depressiyaya düşənlər, sıxılanlar, həyatından narazı olanlar yenə də var idi. Sadəcə o zaman fərqli bir temp var idi və biz buna öyrəşmişdik. Digər tərəfdən texnologiyanın inkişafı bizim diqqətimizi getdikcə daha çox uğurlayır. Əvvəllər bir film izləyəndə, bir kitab oxuyanda və ya sadəcə bir şey edəndə ona tam fokuslana bilirdik. İndi isə bir TikTok videosuna belə diqqətimizi verməkdə çətinlik çəkirik. Çünki beynimiz o qədər sürətli informasiya qəbul etməyə öyrəşib ki, artıq uzun müddət bir şeyə fokuslanmaq çətinləşib. Bu da bizə zamanın daha tez keçdiyi hissini verir. Çünki əslində biz çox şeyə baxırıq, amma az şey yaşayırıq. Bir də var ki, həyat tərzimiz dəyişib. Əvvəllər məhəllədə futbol oynamaq, dostlarla görüşmək, daim birlikdə səmimi olub əylənmək bizim əsas məşğuliyyətlərimizdən idi. İndi isə çox insan rəqəmsal həyatını real həyatdan daha üstün tutur. Gəl açıq danışaq. Axırıncı dəfə dostlarınla telefonları kənara qoyub səmimi bir söhbət etdiyin günü xatırlayırsan? Yoxsa görüşəndə hər kəs öz telefonuna baxır ya da elə birlikdə sosial mediada nələrsə paylaşmaq üçün görüşürsünüz? Bax, problem də elə buradadır. Biz artıq həyatımızı yaşamaq əvəzinə onu paylaşmağa fokuslanmışıq. Bəlkə də biz həyatımızı yenidən fərqli şəkildə qurmalıyıq. Bəlkə də sosial medianın, internetin bizə aşıladığı tələləri görməli və onlardan çıxmalıyıq. Günümüzü daha mənalı etməli, yeni xatirələr yaratmalı. Beynimizi yalnız informasiya ilə doldurmaq əvəzinə ona sözün əsl mənasında həqiqi həyat yaşatmalıyıq.
Çünki əgər biz özümüz üçün yeni təcrübələr yaratmasaq, həyat monotonlaşacaq və zaman bizə həmişə sürətli keçirmiş kimi gələcək. Ömrümüzün orta hesabla 4 ilini sadəcə sosial mediada keçiririksə, təəssüf ki, dediyimiz tək şey zaman sürətli keçir olacaq. Ümid edirəm bu video vasitəsilə zamanın niyə tez keçdiyi hissini, bu hissi nə üçün yaşadığınız hamınıza aydın oldu. Aşağı hissədən kanalıma abunə olub və like düyməsinə basın ki, bu kimi reallıqları digər insanlar da görsün. Eləcə də Instagram səhifəmi izləyə bilərsiniz. Açıqlama hissəsində yerləşən link ilə pulsuz bir şəkildə gündəlik olaraq şəxsi inkişaf və digər bir çox mövzuda məlumatlar paylaşmış olduğum WhatsApp icma qrupumuza qatıla bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Bir sonraki videoda görüşmək ümidi ilə. Hələlik.